Həyat bəzən çox sürətli axır, elə deyilmi? Bir tərəfdən ana olmaq, digər tərəfdən isə öz xəyallarını reallaşdırmaq istəyi. Əvvəllər elə düşünürdüm ki, uğur qazanmaq üçün mütləq səhər saat 9-dan axşam saat 6-ya qədər bir ofisdə olmalıyam. Amma indi görürəm ki, ən böyük azadlıq öz işini hər yerə apara bilməkdir. Mənim üçün iş günü geyimimdən çox əhvalımdan başlayır. Evdən çalışmaq mənə sadəcə rahatlıq yox, həm də həyatımın kontrolunu verdi. Bu gün həftə sonudur və mən işdəyəm deyə övladlarımın sevincinə gecikmək məcburiyyətində deyiləm. Övladlarımın böyüdüyünü izləmək, onlarla hər anı bölüşmək qədər dəyərli bir şey yoxdur. SMS isə mənə bu imkanı tanıtdı. Mən telefonumun olduğu hər yerdə çalışıram. Bəzən maşında, bəzən parkda, bəzən isə uşaqlar yemək yeyərkən. Bu sadəcə bir peşə deyil. Bu artıq mənim həyat tərzimdir. Bəzən mənə sual verirlər, həm uşaqlarla, həm də ev işləri ilə necə çatdırırsan? Əslində məsələ çatdırmaqda deyil, məsələ sistemi qurmaqdadır. Mən bir vaxtlar bu həyatı xəyal edirdim. Amma sonra isə bir qərar verdim, bu sahəni öyrəndim, tətbiq etdim və indi isə həm ailəmə vaxt ayırıram, həm də öz sevdiyim işlə qazanıram. Əgər sən də mən bunu bacararamı deyə düşünürsənsə, bəli, mən bacardımsa, sən də mütləq bacaracaqsan. Sən də öz azadlığını qurmaq, SMM dünyasına addım atmaq və evdən çalışaraq həm ana, həm də uğurlu bir mütəxəssis olmaq, sosial medianı A-dan Z-yə qədər öyrənmək istəyirsənsə, təlimlərimə səni dəvət edirəm. Hazırsansa, bu yolu birlikdə addımlaya bilərik. Təlim haqqında ətraflı məlumat almaq üçün mənə mesaj yaza və yaxud da rəy bölməsinə plus qoyaraq ətraflı məlumat əldə edə bilərsən.